Dostlar, bildiğiniz kimi imtahan modeli yenilendi. İngiliz dilinden artık 100 sözlük bir esse yazmalısınız. İngiliz dilinden 100 bal toplamış, eyni zamanda esseden de tam bal almış bir şagird olarak bugün sizə esse barəsində məlumat verəcəm. Necə yazmalısınız və birlikdə bir esse yazacağıq bugün. Elə isə getdik. Dostlar, hər birinizə salam, kanalıma, videoma xoş gəldiniz. İlk videom yayınlanandan sonra məndən çoxlu sayda esse barəsində suallar soruşdunuz. Esse üçün video gəlməsini xahiş etdiniz. Bugün də kameranın qarşısına keçmə səbəbim suallarınızı cavablamaq və esseni necə yazacağınız barəsində sizə məlumatlar verməkdir. Dostlar, videoya başlamamışdan əvvəl onu qeyd edim ki, mən bir ingilis dili müəllimi deyiləm. Profesional şəkildə ingilis dilindən məşğul olmuram. Sadəcə ingilis dilimin yaxşı olduğunu düşünürəm. Buraxılış imtahanında da 100 bal toplamışam ingilisdən. Eyni zamanda da essedən tam bal almışam və esseni yaxşı yazdığımı düşünürəm. Bunu sizə demək məqsədim odur ki, yəni sonradan rəylərdə yazmasınlar ki, aksentində problem var idi, tələffüzü səhv idi və yaxud tərcüməni səhvdir. Əmin olun ki, yəni əlimdən gələn qədər sizə düz ötürməyə çalışdım və yəni esse haqqında video çəkmə fikrim yox idi açığı. Sadəcə olaraq bundan əvvəlki videoda məndən xahiş elədikləri üçün çəkirəm bu videonu. Ümidvaram ki, onlar üçün də faydalı olacaq. Yəni ona deməyə çalışıram ki, mən professional deyiləm, sadəcə olaraq bir şagirdəm və digər şagirdlərə faydalı olmaq üçün əlimdən gələni edirəm. Siz ilk olaraq onu bilməlisiniz ki, esse əslində 3 hissədən ibarət olur. Eyni ilə Azərbaycan dilində olduğu kimi giriş, əsas və nəticə. Bunlara introduction, body və conclusion deyilir. Deməli, giriş və nəticə hissə 1-2 cümlədən ibarət olur. Yəni artığına ehtiyac yoxdur. Əsas hissə isə sizin, yəni ümumi fikirləriniz burada olur. Yəni ən çox cümlə sayı burada yerləşəcək. Keçən videodan da dediyim kimi mən esseni necə yazıram? İlk olaraq istifadə edəcəyim sözlərdən bir təxmini olaraq fikirləşirəm ki, hansı yolla necə gedim? Məsələn, firstly, secondly, thirdly, finally bunlar çox yaxşıdır əslində. Çünki müsbətlədim üçün, yəni o esseni yoxlayan müəllim üçün yaxşı bir meyar olduğunu yəni deyirlər. Digər bağlayıcılarımız var: because, as, since, oldu, do. Siz bu cür bağlayıcılarla istifadə edə bilərsiniz. Dediyim kimi buralara qoyacağım, çoxlu sayda var. Yazdığımız cümlələr for instance, for example, bu cür sözlərlə bağlayın ki, yəni bunu oxuyan müəllimin özü də yəni bir heyrətlənsin, düşünsün ki, nə yaxşı yəni istifadə eləyib bu cür sözlərdən, bağlayıcılardan. Əmin olun ki, bunlar sizin üçün həm söz sayıdır əlavə olaraq, yəni bu cümlə deyil, sadəcə siz onu ora əlavə eləyirsiniz, həm də ki, mürəkkəb cümlələr yaratmağınıza kömək göstərir. Yəni ümumi olaraq çox yaxşıdır. Məsələn, daha çox nələr düşür? Hər hansı bir idmanın niyə məşğul olursan və yaxud sən hansı idmanda məşğul olursan? Eyni zamanda düşür ki, niyə bunu eləmək faydalıdır, niyə bunu öyrənmək faydalıdır və yaxud hara getmək istəyərdin, nə etmək istəyərdin, sənin ən sevdiyin və yaxud bu tipli çoxlu sayda saymaq olar. Mən videodan əvvəl bir esse mövzusu seçdim, hansı ki bu mövzunu 2-3 dənə kitabda görmüşdüm. Bir yerdə bu esseni necə yazdığıma baxaq və sizi məlumatlandıracağım. Esse hal-hazırda qabağımdadır. Seçdiyim mövzu The Importance of Learning English. Çox yəni mənim qarşıma çıxmış bir mövzudur. Ümumi olaraq the importance, why is it important, bu tipli cümlələrdə mənim klassik olaraq hər zaman başladığım bir cümlə tipi var. Hansıdır? Yazmışam ki, English is one of the most important languages in the world. Bunu hər şeyə tətbiq edə bilərsiniz. Məsələn, düşüb idman növü, tenis. Yazın ki, hə, tennis is one of the most popular sports in the world. Bir qida düşüb, yazın ki, is one of the most healthy food in the world. Bu cür yazın, əmin olun ki, faydasını görəsiniz. Yəni, nə mənada? Giriş cümləniz hazır olacaq da, belə düşünün. Və yəni, heç bir problem olan cümlə deyil. Mən elə əksər esselerimə bu cümlə ilə başlayıram, gedirəm. İkinci cümlə olaraq yazmışam ki, it helps people communicate with others from different countries. Çox yəni primitiv, çünki
çox sadədir və hamının ağlına gələ biləcək bir cümlədir. Dil nə üçün lazımdır? Ünsiyyət üçündə elə deyil. Mən də yazmışam ki, o insanların müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmağına kömək edir. Aha, məncə olduqca normal, sadə, hamının düşünə biləcəyi bir cümlədir. Davam eləyək üçüncü cümlə ilə. Az əvvəl sizə dediyim sözlərdən birini istifadə eləmişəm. Firstly, students can use English to study abroad. İlk olaraq, yəni şagirdlər ingilis dilindən xaricdə təhsil almaq üçün istifadə eləyə bilərlər. Yəni hamıya məlum məsələdir. Yenə çox sadə bir düşüncədir, hamının ağlına gələ biləcək bir düşüncədir. Yəni bilirsiniz necə? Burada belə aman tanrım çətin uzun cümlələr qurum, C1 səviyyə sözlər işlədim. İstifadə elədiyim sözlər firstly, students can use English to study abroad. Heç yəni bu sözlər böyük ehtimal ki, B2, B1 falan da deyil deyə düşünürəm. Yəni olduqca sadə sözlər istifadə elədim özüm şəxsən bilərək ki. Yəni görün ki, sadə sözlərlə istifadə eləyərək siz cümlə qura bilərsiniz. Sadəcə olaraq o sadə də olsa, söz bazarınız olsun, hər şey əla olacaq. Dördüncü cümlə olaraq yazmışam ki, moreover, they can read books and watch educational videos in English. Moreover, bundan əlavə deməkdir, yaxşı bir sözdür, yaxşı bağlayıcıdır, yəni istifadə eləyin. Bundan əlavə onlar ingilis dilində kitablar oxuya və tədris videolarına baxa bilərlər. Yəni dərs videoları, educational videos. Yenə baxın, sizin məncə burada bilmədiyiniz bir söz olmamalıdır. Əgər A2 B1 leveli olmuşsunuzsa artıq, çünki çox sadə cümlələr istifadə eləyirəm ki, özüm. Yəni görün də necə yazmışam, hansı düşüncə ilə. Mən demirəm siz bu esseni əzbərləyin və yaxud mən deyirəm ki, bu videoda sizə esse bundan sonra sizin üçün su olacaq, ev olacaq, belə olacaq. Sadəcə deyirəm ki, bu bağlayıcılardan işlədin, ağlınıza gələn sadə cümlələri sadə sözlərlə tərcümə edib yazın. Görün necə bir müddətdən sonra, 1-2 aydan sonra sizin üçün rahat, asan olacaq. Az əvvəl dediyim sözlərdən yenə birini istifadə eləmişəm. Əslində normalda bu qədər çox istifadə eləmirəm bağlayıcı. İstifadə eləyə də bilərsiniz bu arada, yaxşıdır. Yəni mənim ağlıma çox gəlmir. Sadəcə olaraq az əvvəl dediklərimin hamısından nümunə göstərməyə çalışmışam ki, yəni görün ki, nümunə ilə necə olur, tam sizdə də gəlsin, çatsın, anlaşıqlı olsun. For example, many universities use English in their courses. Deməli, for example, məsələn deməkdir, çoxlu universitetlər dərslərini ingilis dilində keçir. Aha, yenə. Məsələn, hamı ingilis dilində təhsil istəyir, mən də içində olmağıyla çox sadə bir cümlədir. Məncə sizin, yəni orada ağlınıza girə biləcək bir cümlədir. Lap gəlməsin, siz də başqa bir şey yazın. Yazın ki, hə, məktəblərdə tədris olunur və yaxud balaca yaşdan öyrədilir və s. və s. Yəni ucu çox açıq bir şeydir esse. Yəni ona görə də qorxmayın. Ağlınıza gələn fikirləri sadə şəkildə kağıza tökün, əmin olun ki, əldə olacaq. Bir də belə deməyin olmur. Yazanda insan daha rahat olur. Yəni şəxsən mənim özüm də eləyəndə, belə sıfırdan sizə baxıb deyə bilmərəm. Onu əvvəlcədən bir cızma qararımı eləməliyəm kağızda, beynimdə elə getməliyəm. Çox məşhur bağlayıcılardan biri olan however yazmışam ki, however, learning a new language requires time and practice. However, lakin baxmayaraq deməkdir. Lakin yeni bir dil öyrənmək vaxt və məşq tələb edir. Time and practice require da tələb eləmək deməkdir. Require, yəni bilmirəm, məncə B1 səviyyə falan olar. O səviyyə söhbətlərinə çox girmirəm. Yəni o deməyə çalışıram ki, yenə də bir 11-ci sinif şagirdinin məncə bilməli olduğu bir sözdür və çox da rahatdır. Yəni bunun da üstündən gələrsiz deyə düşünürəm. Bu arada məncə müqayisəli fikirlər verin essələrinizdə. Lakin buna baxmayaraq, məsələn, oldu, bunlardan da istifadə edə bilərsiniz. Yəni necə deyim, yaxşıdır. Bir plusdur da sizin üçün, belə deyim, esselərdə. O müqayisəni verdiniz. Digər istifadə eləyə biləcəyiniz sözlərdən biri də buna görə, ona görə, yəni therefore, mən bu da həm therefore yazmışam. Therefore, students should practice English every day. Buna görə də şagirdlər hər gün ingilis dilini praktika eləməlidir. Baxın, yəni çox primitiv deyil, məncə çox yəni sadə, ilk başdan ağla gələ biləcək bir sözdür, yəni sözlərdir və siz də rahatlıqla məncə üstəsindən gələ bilərsiniz. Body, yəni əsas hissə bitdi. İndi də keçəcəm conclusion-a. 2 maksimum 3 cümlə ilə də nəticə hissəni bağlayacağam
və bu da mənim S-im. Yazmışam ki, in conclusion, learning English opens many opportunities for the future. In conclusion, nəticədə deməkdir və məndə istifadə eləyin və yaxud overall da istifadə edə bilərsiniz ümumi olaraq. Yəni, nəticə hissəsində bu bağlayıcılardan məndə mütləq istifadə eləyin. Sizin üçün yaxşı bir plusdur. Deməli, yazmışam ki, nəticə olaraq ingilis dilini öyrənmək gələcək üçün bir çox imkanlar açır. Yəni, məsələn, bu cümləni bir çox sahəyə yaza bilərdiniz. Məsələn, hər hansı bir təhsil sahəsi olsaydı, fənn olsaydı, ingilis dilindən əlavə və yaxud nə bilim, idman olsun, çox bir şey yazmaq olar. Yəni, bilirsiniz, məncə S hal-hazırda şablon gedir. Mənim şəxsi fikrimcə. Yəni, müəyyən bir şablon ifadələri öyrənin, biraz da öz fikrinizi qatmağı bacarın və son olaraq da təbii ki, söz bazası. Yazmamaya ehtimalımız yəni yoxdur məncə. Və son cümləmi də oxuyuram. In my opinion, yəni bu da çox istifadə olunur. Mən özüm də istifadə eləmişdim əslimdə bu sözü. In my opinion, everyone should improve their English skills. In my opinion, mənim fikrim də deməkdir. Mənim fikrimcə hər kəs ingilis dili bacarıqların inkişaf elətdirməlidir. Əla. Sadə, yenə normal bir cümlə qurduq və bu tip o qədər yazmaq olardı. Məsələn, şeylərə toxunmadım. Məsələn, məktəb dərsliklərinə. Məsələn, yaza bilərdim ki, Azərbaycanda da yəni ingilis dilinə böyük rəğbət vardı. Yaza bilərdim ki, dünya üzərində necə deyim, ən çox danışılan dildir. Baxın, nə qədər saymaq olar. Məsələn, yazmaq olar ki, işə götürülərkən lazımlı olur və yaxud yaza bilərəm ki, CV-mə qeyd edə bilərəm. Yəni, baxın, çox sadədir və bunların tərcümələri, yəni ingilis dilində tərcümələri də çox sadədir. Hamınızın bildiyi sözlərdir. Yəni, heç bir problem olmayacaq, əmin olun ki. Yəni, onu deyim ki, əziz 11-lər və yaxud 11-in imtahanına hazırlaşanlar, həyəcanlanmayın, yəni düşünməyin ki, S-ni yaza bilməyəcəm, ora düşən mövzudan mənim xəbərim olmayacaq və yaxud, məsələn, düşdü rəqslər, sizin rəqs haqqında heç bir məlumatınız yoxdur. Hər bir Azərbaycanlı yəqin ki, yallı rəqsin bilər və yaxud xaricdən öyrəndiyiniz bir rəqs, nə bilim, axı valis olsun, bu dəqiqə məsələn mənim də ağlıma gəlmir. Bunlardan birini götürün. Sizin şəxsi fikrinizdə yazın. Sizcə bu rəqsin necə bir rəqsdir və yaxud necə oynanılır və yaxud kimlərlə, demirəm mürəkkəb cümlələr yazın. Yəni, bir şeylər uydurmağa çalışın da, belə deyim, gördünüz ki, heç məlumatınız belə yoxdursa. Yəni, onu deməyə çalışıram ki, ola bilməz ki, siz ora cümlə yaza bilməyəsiniz, siz oradan bal ala bilməyəsiniz. Ola bilər ki, balınız kəsilə bilər, normal bir halda qrammatik səhv ötürə bilərsiniz, yəni çoxluca ötürsəz kəsirlər deyə bilirəm, yəni yoxsa bir-iki dənə ilə bir şey olmur. Əgər düzgün yazılış qaydalarına əməl eləsəz, kəsilməyəcək inşallah. Yəni, onu deyim ki, S elə bir şeydir ki, siz oturun 2-3 ay, həftədə, yəni müəllim verənləri yazın, bazanız zəifdirsə, hər zaman demişəm, özünüzlə məşğul olun, onları yazın. O 2-3 ayın sonunda, baxın, görərsiniz ki, artıq özü gedir, yəni necə deyək, axır gedir və siz təbii ki, söz öyrənirsiniz də. Yəni, mənim söz bazam yaxşı idi, otururdum S-ni, 5 dəqiqəyə yazdım, bitirdim. Amma sizin söz bazarınız yoxdursa, bu sözün tərcüməsi nədir, bu söz necə yazılırdı, bu sözü nə edəcəkdim desəz, çox vaxtımız gedəcək. O 15 dəqiqə əlavədə çox işimizə yaramayacaq. Baxın, yəni açıq danışaq da. Ona görə də bütün imkanlardan istifadə eləməlisiniz. Evdə S yazarkən də, yəni mütləq vaxtı ilə yazın və onu deyim ki, baskı olanda insanın üzərində, yəni vaxt olsun, başqa bir şey olsun, nəticə daha yaxşı olur. Çünki insan edə biləcəyi hər şeyi maksimal şəkildə edir. Deməli dostlar, videonun sonuna gəldik, çatdıq. Ümidvaram ki, sizlər üçün faydalı bir video oldu. Ağlınızdakı suallara cavab tapa bildiniz. Video sizin üçün faydalı oldusa, kanalıma abunə olmağı, videonu bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Eyni zamanda növbəti videolarda istədiyiniz hər hansı bir mövzu varsa, mütləq yazın rəylərdə. Onlar üçün videolar gələcək. Sonraki videolarda görüşərik. Hələlik.